Salam əziz dinləyici və dərin müzakirəmizə xoş gəlmisən. Bugün Azərbaycan futbolu üçün həqiqətən çox maraqlı, bəlkə də tarixi bir hadisəni danışacağıq. Söhbət Nəriman Axundzadədən gedir. Yəqin ki, hamı eşidib, o Qarabağdan okeanın o tayına, ABŞ-a transfer olub. Amma gəl bu xəbərin biraz dərinliyinə gedək. Yəni, bu həqiqətən o qədər böyük bir hadisədir. Bu, futbolumuz üçün hansı qapıları aça bilər? Tamamilə doğru yerdən başladıq. Çünki bu həqiqətən də necə deyim, sıradan bir keçid deyil. Biz adətən nəyə öyrəşmişik? Futbolçularımız gedir Türkiyəyə, Şərqi Avropaya, bəzən Rusiyaya. Amma birbaşa Azərbaycan Premyer Liqasından ABŞ-ın yüksək liqasına, yəni MLS-ə, özü də liqanın ən güclü klublarından birinə. Bax, bu tamamilə başqa bir hekayədir. Bu yeni bir cığır açmaq kimidir. Yeni bir səhifə. Və elə o səhifənin ilk cümlələri, yəni müqavilənin detalları deyəsən çox şey deyir. Mənbədə yazılıb ki, Nəriman Columbus Crew oyunu ilə 2029-cu ilin iyuluna qədər müqavilə imzalayıb. Bu təxminən 5 il edir. Açığı bu mənə biraz qəribə gəlir. Yəni 21 yaşlı Avropadan kənar bir liqadan gələn oyuncuya bu qədər uzun müddətə bel bağlamaq bu klub üçün böyük risk deyilmi? Bəlkə də sadəcə bir investisiyadır, 2 illə baha satmaq üçün. Bax, bu məsələnin görünən tərəfidir. Maliyyə tərəfi həmsə var, əlbəttə, amma mən düşünürəm ki, məsələ daha dərindir. Çünki MLS Avropanın top liqalarından fərqli işləyir. Orada salary cap deyilən bir şey var. Yəni, maaş tavanı. Yəni, pulları istədikləri kimi xərcləyə bilmirlər. Dəqiq olaraq. Hər dolları, hər senti ölçüb biçməlidirlər. Ona görə də 5 illik müqavilə, xüsusilə də Nəriman kimi, necə deyim, yoxlanılmamış bir bazardan gələn oyuncuya bu sırf maliyyə gedişi ola bilməz. Bu o deməkdir ki, klubun rəhbərliyi deyir, biz bu oğlanda gələcəyimizin hücum liderini görürük və onun inkişafı üçün ona 5 il vaxt verməyə hazırıq. Bu əsl inam kreditidir. Deməli bu, gəl 1-2 il oyna, baxaq, bəyənsək, uzadarıq. Yanaşması deyil. Bu, biz səni gələcəyimizin bir parçası kimi alırıq deməkdir. Tam olaraq. Həm də unutmayaq ki, Columbus Crew kimdir? Bu MLS-in dünən yaranan komandalarından deyil. Mənbədə də deyildiyi kimi onlar liqanın ən köklü, bir neçə dəfə çempion olmuş. Stabil bir klubdur yəni. Bəli, stabil bir tərkilatdır. Belə deyib klubun Azərbaycan liqasından bir oyuncuya bu qədər etimad göstərməsi transferin prestijini, yəni qat-qat artırır. Bu göstərir ki, onlar Nərimanı sadəcə istedadlı bir gənc kimi yox, öz çempionluq hədəflərinə çatmaq üçün bir vasitə kimi görürlər. Bu həqiqətən də kontekstdə tamamilə dəyişir. Yaxşı, bəs bu qədər ümid bəslənilən gənc kimdir? Mənbədə onun üçün Qurban Qurbanovun yetirməsi ifadəsi işlədilir. Bu artıq bir keyfiyyət nişanı kimidir, elə deyil. Amma bu onun oyun tərzini, xarakterini necə formalaşdırıb? Bax, Qurban Qurbanovun yetirməsi olmaq sadəcə yaxşı futbolçu olmaq demək deyil. Bu həm də müəyyən bir oyun intizamına, taktiki savada və ən əsası peşəkar iş əxlaqına sahib olmaqdır. Qarabağ məktəbi oyunçulara sadəcə topa vurmağı yox, oyunu anlamağı, oyunun fəlsəfəsini öyrədir. Nərimanın oyununda da bunu görürük. O sadəcə sürətli deyil, sürətinin nə zaman və harada istifadə etməli olduğunu bilir. O cəsarəti mənbədə vurğulanır. Bu, məhz o Avropa oyunlarında özünü göstərirdi. Güclü rəqiblərin üstünə qorxmadan gedirdi. Dəqiq. Elə məhz o oyunlar. Elə mənim də növbəti sualım oydu. Yəni, Azərbaycanda istedadlı gənclər həmişə olub. Amma Nərimanı fərqləndirən, onu Columbus Crew'nun radarına salan nə oldu? Axı, yəqin ki, skautlar bizim liqanın hər oyununa baxmırlar. Əlbəttə ki, baxmırlar. Açığı, burada açar məqam Avropa səhnəsidir. Məsələn, yadımdadır Qarabağın Bayer Leverkusendən oyunu. Artıq son dəqiqələrdir. Komanda yorulmuşdu. Nəriman topu alıb tək başına bütün meydanı keçərək rəqib müdafiəsini çaşbaş saldı. O epizod yadımdadır, gol olmadı amma. Gol olmadı, amma o epizod tək başına bir skaut hesabatı üçün kifayət idi. O göstərdi ki, ən yüksək təzyiq altında Avropanın ən sürətli komandalarından birinə qarşı belə öz individual keyfiyyətlərini ortaya qoya bilir. Skautlar gol sayından çox, bax belə anları axtarırlar. Oyunçunun potensialını, xarakterini görürlər. Deməli, əslində Qarabağın Avropadakı uğurları təkcə klubun reytingini yox, həm də onun oyunçularının individual bazar dəyərini də artırıb. Mənbədə Nərimanın dəyərinin 2-5 milyon avroya yüksəldiyi deyilir. Bu rəqəm artıq Azərbaycan reallıqları üçün çox ciddidir. Çox ciddidir. Və bu birbaşa əlaqədir. Sən Avropada oynamırsansa, sənin dəyərin xeydi. Amma sən Avropada oynayıb özünü göstərirsənsə, sənin dəyərin 5x olur. Columbus Crew o 2.5 milyon ödəyərkən sadəcə bir oyuncu almır, onlar bir aktiv alırlar. İnanırlar ki, Nəriman MLS-də uğurlu olsa, onun dəyəri bir neçə ilə 10-15 milyon avroya çata bilər və onu Avropanın daha böyük klublarına sata bilərlər. Bu artıq qlobal futbol biznesidir. Yaxşı, bu qədər müsbət tərəfdən danışdıq. Hər şey əla səslənir. Böyük klub, uzun müqavilə. Amma gəl biraz da realist olaq. Bu transferin riskləri yoxdurmu? Mənfi tərəfləri. Həm Nəriman üçün, həm də onu alan klub üçün. Həmişə nağıl kimi olmur axı. Çox vacib bir məqama toxundun. Əlbəttə ki, risklər var və bu risklər böyükdür. Gəl birinci Nərimandan başlayaq. Birincisi, mədəli və sosial adaptasiya. Təsəvvür elə. Sən dünənə qədər Bakıda öz ailənin, dostlarının əhatəsindəydin. Bugün isə tək başına Amerikanın tamamilə fərqli bir şəhərindəsən. Fərqli mədəniyyət, fərqli dil. Bu 21 yaşlı gənc üçün böyük psixoloji yükdür. Hətta gündəlik həyat tərzi, yeməklər, saat fərqi, bunlar xırdalıq kimi görünsə də birbaşa performansa təsir edir. Tamamilə. İkincisi və bəlkə də ən əsası, oyun üslubuna uyğunlaşma. MLS fiziki gücə, atletizmə, dözümlülüyə əsaslanan bir liqadır. Orada oyunun tempi dəhşət yüksəkdir. Futbolçulardan, necə deyərlər, box to box, yəni dayanmadan qaçmaq tələb olunur. Azərbaycan Premyer Liqasında isə temp daha aşağıdır. Daha çox taktiki oyun gedir. Nərimanın sürəti, texnikası bu fiziki tələblərə cavab verəcəkmi? Bax bu ən böyük sual işarəsidir. Uğursuz olsa onlar nə itirir? Klub həm pul itirir, həm də reputasiya.
Onlar Azərbaycan kimi, onlar üçün yeni, yəni yoxlanılmamış bir bazara investisiya ediblər. Əgər bu transfer alınmasa, gələcəkdə digər MLS klubları bizim bazara şübhə ilə baxacaqlar. Deyəcəklər ki, baxın, çempion komanda yoxladı, alınmadı, deməli ora baxmağa dəyməz. Yəni Nərimanın çinlərində təkcə öz karyerasının məsuliyyəti yoxdur. Həm də ondan sonra gələnlərin də məsuliyyəti var. Bu çox ağır bir yükdür. Çox ağır. Bu məsələni daha da dramatikləşdirir, amma gəl indi bu riskləri bir kənara qoyaq, uğurlu ssenariyə baxaq. Mənbədəki o ümidverici cümləyə qayıtmaq istəyirəm. Bu transfer digər gənc futbolçular üçün yeni bir qapı açır. Bu ifadəni çox eşidirik, amma bu praktikada necə işləyir? Bir adamın uğuru həqiqətən bütün ölkənin taleyini dəyişə bilər? Yoxsa bu biraz şişirdilmiş fikirdir? Bəlkə bu qapı sadəcə Qarabağın oyunçuları üçün açılır. Bax, bu çox haqlı bir şübhədir. Amma mən düşünürəm ki, bunun təsiri daha geniş olacaq. Məsələ sadəcə skautların gəlib Qarabağın oyununa baxması deyil. Məsələ, qlobal futbol bazarının düşüncə tərzinin dəyişməsidir. Nərimanın transferi ilə MLS özü üçün yeni bir prototip müəyyənləşdirir. Onlar artıq başa düşürlər ki, Avropadan baha qiymətə hazır oyuncu almaqdansa, Azərbaycan, Gürcüstan kimi daha az diqqət mərkəzində olan liqalardan gənc, sürətli, texnikalı və uğura aç oyunçuları daha ucuza tapıb, öz sistemlərində ulduza çevirə bilərlər. Yəni MLS artıq təqaüdə çıxan Avropalı dullarının getdiyi bir yer deyil, gənc istedadları kəşf edib parlatan bir platformaya çevrilir və Nəriman bu yeni strategiyanın bir parçasıdır. Dəqiq olaraq, Nəriman bu hekayədə bir istisna deyil. O, yeni bir modelin, yeni bir prototipin ilk nümunələrindəndir. Onun uğuru digər klublara da bir siqnal olacaq. Deməli, bu model işləyir. Biz də o bölgələrə baxmalıyıq. Bu artıq təkcə Qarabağın oyunçularına deyil, Neftçinin, Sabahın, digər klubların akademiyalarındakı 17-18 yaşlı gənclərə də bir ümid verir. Onlar bilirlər ki, əgər özlərini düzgün inkişaf etdirsələr, onların da şansı var. Bu bütün sistem üçün bir motivasiyadır. Başa düşdüm. Deməli, bu bir növ zəncirvari reaksiyaya səbəb ola bilər. Bir klub Nərimanı alır, uğurlu olur, digər klublarda oxşar profilli oyuncu axtarır və beləcə Azərbaycan Premyer Liqası qlobal skauting xəritəsində bir nöqtəyə çevrilir. Tamamilə. O qapı artıq aralanıb, Nəriman o qapını təkləyib və biraz aralayıb, onun MLS-dəki performansı o qapının taybatay açılıb açılmayacağını müəyyən edəcək. Əgər o uğurlu olsa, arxasınca onlarla gəncin yolu açılacaq. Yox, əgər uğursuz olsa, təəssüf ki, o qapı bir müddətlik yenidən üzümüzə bağlana bilər. Məhz buna görə bu sadəcə bir futbolçunun karyerası deyil, bu bütün bir nəslin ümididir. İnanılmazdı. Gəl o zaman bütün müzakirəni ümumiləşdirək. Biz gördük ki, Nəriman Axundzadənin ABŞ-a transferi təkcə bir idman xəbəri deyil. Bu, bir tərəfdən böyük ümidlər və imkanlar yaradan tarixi bir addımdır. Digər tərəfdən isə Həm oyunçunun, həm də bütün Azərbaycan futbolunun üzərinə böyük bir məsuliyyət və risk qoyan bir sınaqdır. Və mənbədə olduğu kimi biz də Nərimana bu çətin, amma şərəfli yolda uğurlar arzulayırıq. Bəli, bu sadəcə bir gəncin öz istedadı ilə yeni sərhədlərə aşması hekayəsi deyil. Bu, həm də bir ekosistemin özünü dünyaya sübut etmə cəhdidir. Və sonda sənə, əziz dinləyici, bir düşüncə mövzusu vermək istərdim. Biz danışdıq ki, Nəriman üçün ən böyük çətinlik fiziki adaptasiya olacaq. Beləliklə, üzərində düşünmək üçün bir sual. Səncə, Nəriman bu çətinliyin öhdəsindən gəlmək üçün öz oyun tərzini dəyişdirməli və daha çox güc futboluna yönəlməlidir? Yoxsa əksinə, öz üstünlüklərinə, yəni sürətinə və texnikasına sadiq qalaraq liqanı öz oyun üslubuna uyğunlaşmağa məcbur etməlidir? Və onun bu yolda seçəcəyi strategiya uğurlu və ya uğursuz gələcəkdə Azərbaycanlı futbolçuların xaricə transfer yol xəritəsini necə şəkilləndirəcək? Bu sadəcə futbol deyil, bu həm də strategiya məsələsidir.